Azərbaycanda müxtəlif səbəblərdən qətl hadisələri törədilir və artıq demək olar ki, hər gün törədilmiş hansısa yeni qətl hadisəsi barədə məlumat eşidirik. Hətta zamanla bu adi hala çevrilir. Maraqlıdır, ölkəmizdə ən ağır cinayət hadisəsi sayılan qətllərin sayı niyə artır? Keçmiş müstəntiq Müşfiq Abbasov mövzu ilə bağlı Today Press TV-yə danışarkən bildirib ki, cinayət hadisələrinin mediada işıqlandırılmasının özü də onların sayının artmasına təsir göstərir. Birincisi, insanların maddi rifah halının pisləşməsi, cinayətkarlığın artmasına ən birinci təsir edən amildir. Pulu olmayan adam, borcu olan adam, hardansa pul tapmaq üçün, o borcunu bağlamaq üçün ya oğurluq eləyir, ya quldurluq eləyir, ya dələduzluq eləyir. Birinci səbəb iqtisadi göstəricidir, yəni insanların maddi rifah halının pisləşməsi. İkinci bir səbəb son dərəcədə insanların aqressiv olması, stresli həyat yaşaması, insanların bir-birini başa düşməməsi, həmçinin ailə dəyərlərinin son dərəcədə zəifləməsi, böyük sözünə qulaq asmamaq, bunların hamısı cinayətkarlığın artmasına təsir eləyir. Bəs qətl hadisələrinin artması cəmiyyətdə necə qarşılanır? Mövzu ilə bağlı paytaxt sakinlərinin də fikirlərini öyrəndik. Məncə bu ailə içində şiddətlə bağlıdır, valideyn baskısı ilə bağlıdır. İnsan elə bil ki, evində necədirsə, xarici də elədir. Ona görədir ki, qətl hadisələri daha çox baş verir. İnsanlarının ayrı-ayrı fərdlərinin bir dənə problemi var. Maddi təminatlıq problemi. Bu problem həll olunmur. Bilirsiniz, deməli cəmiyyətimizdə belədir ki, gəlirlərin düzgün bölünməməsi məsələsi öz həllini tapmır. Bir qrup əhali ayda 5.000, 10.000 nə bilim nə əmək haqqı alır. Digər qrup əhali isə 100-200 manat, bəlkə də heç o da alınmır. Ona görə də əhali arasında bu gəlirlərin qeyri-bərabər bölgüsü gətirir, ziddiyyətlərə çıxarır. Bunun da nəticəsində belə də, yəni ki, qardaş qardaşla düşmən olur, bazı nə bilim valideynlərlə düşmən olur, bir-birini qətlə yetirirlər. Boşanandan sonra qısqanırlar. Nəyə qısqanırsan? Əgər o boşanmışsansa, aralanmışsan, sonra öldürəndən sonra daha rahat olur. Uşaqlar da ortada qalır, yetim qalır yazıq uşaqlar. Düşürlər ondan sonra barmaqlıq arasına. Ona görə lazım deyil. Götür qoy eləyib fikirləşmək lazımdır. Öldürmək, qətl işi görmək asan bir şey deyil. Birincisi mühit, indiki mühit, 21-ci əsr mühiti çox əsəbi mühitdir. Görürsünüz ki, biz artıq 2-cü Dünya müharibəsinin içindəyik. Düzdür, bizdən soğuşdu, mənə də soğuşdu, amma başqa yerlərdə bu gedir. Bu özü də istər-istəməz xəbərlərdə insan ölümünün artması insanlara pis təsir edir. Bu bir. İkincisi, belə deyirlər ki, yeməklərlə, genəllə bu natural yeməklər azaldığı üçün onlara gen mühəndisliyi ilə əlavə olunmuş nələrlənsə də o da insanın psixikasına pis təsir edir. Və ikincisi də bu televizorda, bu kütləvi verən verilişlərdə adət-ənənələri təbliğ edən verilişlərin olması daha münasibdir. Çünki bəd xəbər verdikən bədlik basır, xoş xəbər verdikən o xoşbəxtliyin sayı artır. Bütün dünyada gedən tendensiyadır. Mənə gəlir ki, tək Azərbaycana aid deyil. Ona görə biz deyə bilmərik ki, məhz bizdə belədir. Münasibətlər dəyişilir. Bilirsiniz, adi insanın münasibətləri. Mən xaricdə çox oluram. Hamı bir-birinin üzünə gülür. Bizdə hamı bir qədər fikirli olur. Problemlər yaşayırlar. Ailə daxilində, iş daxilində problemlər. Söz demə, hamı olduqca əsəbi olub. Bu da son nəticədə ağla sığmayan cinayətlərlə nəticələnir. Qeyd edək ki, 2025-ci il ərzində Azərbaycanda baş prokurorluq orqanları tərəfindən adam öldürmə faktları ilə bağlı cinayət işləri istintaq edilib. İl ərzində ölkə üzrə ümumi cinayətlərin sayı yüksək olsa da, hüquq mühafizə orqanları tərəfindən ciddi cinayətlərin, o cümlədən qətllərin açılması istiqamətində tədbirlər görülüb. Görülən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adam öldürmə cinayətləri
cinayətlərindən və 19 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib. Vüsalə Nəciyeva, Today Press TV.